Qadına məhrəm olan kəslər kimlərdir? Var məhrəm, var naməhrəm. Bu videoda qadının şəri öhdəliyindən danışacağam. Naməhrəm o kəsdir ki, qadın bu kəsin yanında örtüyün, yəni hicabın qaydalarına riayət etməlidir. Belə bir şəxsin yanında öz zinətlərini aşkar etməməlidir. Hicab, zinət və sair məsələlər barədə ayrıca danışmışam. Xalq ilə desək, hicablı qadın kimin yanında baş açıq gəzə bilər? Bir düstur da deyim, qadına məhrəm olan kişilər həm də o kəslər sayılır ki, qadının onlarla ailə qurması haram sayılır. Kimlərdir? Yaxın qohumlarından, ata, baba və bundan yuxarı. Övlad, övladın övladı, yəni nəvə, nəticə və üzü aşağı. Qardaş, bacının oğlu, qardaşın oğlu, qadının öz əmisi və ata-anasının əmisi, qadının öz dayısı və ata-anasının dayısı. Bu, qadının təbii qohumlarıdır. Evlilik vasitəsilə də məhrəm olan kişilər olur. Qadın ərə getdisə, ona bunlar məhrəm olur. Əri, ərinin atası və babası yuxarıya dək. Ərinin başqa qadından oğlu varsa, o və onun övladı ta aşağıya dək. Əgər qadının anası başqa bir kişi ilə ailə qursa və münasibətləri olsa həmin bu kişi, bir də qadının öz qızının yoldaşı əri. Əzizlər, bir də var süd vermə yolu ilə məhrəm olma. Bir körpə qız uşağı şəriətin təyin etdiyi qaydada bir qadından süd əmsə, ona bu kəslər məhrəm olacaq. Bu qadının öz əri ki, südün yaranmasına səbəb olub, körpəyə süd verən qadının ərinin atası, süd verən qadının əri ilə müştərək övladları və nəvələri, körpəyə süd verən qadının ərinin qardaşları, əmi və dayıları, körpəyə süd verən qadının qardaşları, övladları, nəvələri, ata-babaları, əmi və dayıları. Qeyd edim ki, adları çəkilən kəslər yalnız süd əmən körpəyə aiddir. Məsələn, əgər iki körpə bacıdan biri qadından süd əmsə, digəri əmməsə, süd əmən körpəyə dediyim kişilər məhrəm. Amma əmməyən qızı isə naməhrəm olacaq. Çünki süd verən qadın, süd əmən qızın süd anası sayılacaq. Bunlar məhrəm olan kəslərdən bir dəstəsidir. Bizdə bir də kirvə məsələsi var. Bunun isə heç bir əsası yoxdur. Güya kirvənin qızı ilə ailə qurmaq olmaz, belə şeylər, bunlar xurafatdır, şəriət əsası yoxdur.